çəkiniz var. Biz bura yığışmışıq ki, bildiyimizə görə Zəfər Parkında şəhidlərin adı yazılacaq və məlumatımıza görə təkcə 44 günlük şəhidlərimizin, Allah onlara rəhmət eləsin, cəmi şəhidlərimizə rəhmət eləsin, şəkil adları vurulacaq. Biz sual vermək istəyirik, bilmək istəyirik, nə üçün təkcə 44 günlük şəhidlərin adları vurulacaq, bəs 90'ların adları harda vurulacaq və nə vaxt vurulacaq? Niyə vurulmur ki? Vurulacaqmı? Niyə vurulmur onların adları? Nə üçün şəhidləri şəhiddən seçirlər? Biz prezidentimizdən xahiş edirik ki, buna nəzarət eləsinlər ki, bizim şəhidlərimizi bir-birlərindən seçməsinlər. Şəhidlərin hamısı bizim ölkənin şəhidləridir. İstəyir 1-ci Qarabağ müharibəsi olsun, 20 yanvar müharibəsi olsun, 44 günlük müharibə olsun və ya da terror, hamısı bizim şəhidlərdir. Şəhidləri bir-birindən ayırmaq olmaz. Şəhidlər ölməz, vətən bölünməz. Elə də şəhidlər bölünməməlidir. Şəhidlərin də hamısının öz yeri olmalıdır. Bizimkilər niyə seçilməlidir? Mən buna tərəfdar deyiləm. Düzgün eləmirlər. Mən bununla razılaşmıram. Mən şəhid Eyvaz Oxtürücə Bilaloğlu'nun bacısıyam. Qardaşım 1-ci Qarabağ müharibəsində itkin düşübdür. Mən aidiyyəti qurumlardan, cənab prezidentdən, Mehriban xanımdan xahiş edirəm ki, mən bütün şəhidlərimizin qarşısında baş əyirik. Hamısı bizim. Xahiş edərdik ki, biz itkin ailələri, şəhid ailələri Zəfər Parkında bizim də itkinlərimizə adları, şəkilləri vurulsun. Çünki onlar 90-cı illərdə vuruşdular, əli yalın, ayağı yalın, silahsız, canlarını qoydular. Biz onların meyitlərini belə tapıb dəfn eləyə bilməmişik. 31 ildir gözümüz yollardadır. Yenə deyirik ki, vətənimiz sağ olsun, Azərbaycanımız sağ olsun. Xahiş edirik, bizim bu müraciətimizə baxılsın. Mən bir şəhid yoldaşı kimi müraciət edirəm. Niyə bizim şəhidlərimiz ordusu şəhidlərdən seçilir? Bir adları var, o da şəhid. Yox, onlar şəhid, bizimki şəhid deyilsə, bu adı onlardan götürülsün də, nəyə lazımdır bu? Biz də istəyirik, bütün bir ad ona, şəhid adı olduğu kimi, hamının da adı orada olsun. Mən də bir şəhid yoldaşı kimi, mənim də yoldaşım qaynım, Şuşada itkinmişik. Bütün ailəti qurumlardan, prezidentdən xahiş edirəm ki, bu bizim çıxışımızı nəzərə alsınlar. Bizim də yoldaşlarımızın, bütün şəhidlərin, 90-cı ildə olan şəhidlərin adlarını bura Zəfər Parkına yazsın. Biz eşitmişik ki, ancaq 44 günlük şəhidlərin adlarını vuracaq. Onlar da hamısı bizim anamız, bacımız, qardaşımız, yoldaşımızdır, oğlumuzdur. Allah bütün şəhidlərinə rəhmət eləsin. Onların da adlarını vurmağını sizdən artıq dərəcə xahiş edirik. 90-cı il şəhidlərinin yarımçıq qoyduğu işidir bizim şəhidlərimiz başa çatdırdı. Bu düzgün deyil məncə. Elə onlar da qəhrəmandır. Qarabağda döyüşən, 1-ci Qarabağ müharibəsində döyüşən qəhrəmanlarımız, igidlərimiz. Heç kəsə artıq deyil. Buna Allah şahiddir ki, onlar nə zülmlə vətən torpaqlarını qorudular və dəfələrlə aldılar vətən torpaqlarını. Onlara hardansa əmir gəldi ki, təzdən qaytarın. Amma ki, heç bir dövlətdən, o vaxtki şəhidlər 92-ci ildə, 93-94-də nə qədər şəhid olub, gözəl igid oğlanlarımız gəlirdi evlərinə. Amma onlara heç bir yerdən kömək gəlmirdi. Amma 20-ci ildəki şəhidlərimiz 44 günlük, onlara da Allah rəhmət etsin, onlar da ürəyimizi yandırdı. Mən şəxsən 10 gün xəstə yatdım. Dedim, nə çox bizim igid oğlanlarımız şəhid olur. Allah onlara qəni-qəni rəhmət eləsin və Allahdan istəyirəm ki, onların yeri milyonlarla, milyardlarla Azərbaycanlı oğlanlar, igidlər doldursun. İndiki evlatlarımız da onlara baxıb öyrənsin qəhrəmanlığı.
Amma şəhidi şəhiddən ayırmaq heç vaxt düzgün deyil. Hələ bizim ürəyimizin yarası sağalmayıb. 35 ildir biz ürəyimizdə qara yaranı gəzdiririk. Allah rəhmət etsin şəhidlərimizə. Prezidentimizdən xahiş edirik ki, şəhidi şəhiddən ayırmasınlar. Burada onların da adı yazılsın. 41-45-də yad torpaq üçün bütün millətlər birləşdi. Və müharibə qutarandan sonra Mamayev Kurganda, Volgogradda 2 dənə böyük bir abidə qoydular. Və indiki gündə bizim millət o Mamayev Kurgana gedəndə, orada bizimkilərin adını görəndə onlar fərəhlə qürur duyurlar ki, bizim adlarımız, bizimkilərin, döyüşənlərin adı var. Necə oldu ki, Rus seçmədi, başqa milləti öz millətindən seçmədi, o adları ora vurdu. Amma bizim torpağımız üçün vuruşanları seçkili salırlar. Yarını vururlar, yarını yox. Deyin görün, kimin üçün döyüşürlər onda bizim bu şəhidlərimiz, 90-cı ilin şəhidləri kimin üçün döyüşürlər?